Bu 10 dollarlıq əskinaz fevralın 17-sində Heritage əracında $451, cari məzənlə ilə təxminən 766 manata satılıb. Çap xətalı bu əskinazda 3-cü çap elementləri sayılan möhürlər və seriya nömrələri səhvən arxa üzə çap olunub. Nəticədə ön hissədə bu cür boş sahə ərsəyə gəlib. Bu isə çox nadir $1 əskinazdır. Dövriyyədə olmuş vəziyyətdə olsa, cağlığını və orijinal boya parlaqlığını itirsə də, çox baha qiymətə çəkic altına gəlib. Bunda isə 3-cü çap elementləri üz hissədə olsa da, seriyaların və möhürlərin başayaq çap olunduğunu görə bilirik. Bu xəta Inverted Overprint Error adlanır və kolleksiyaçılar ona böyük dəyər verir. 1974-cü ilin bu $1 əskinazı fevralın 17-sində $341, bizim pulla təqribən 580 manata satılıb. Videomu bəyənməyi unutmayın.